Santa Fe-nin nəyindən pisdir ki bu? Mən başa düşə bilmədim. Mən tuta bilmədim ki, siz niyə belə əsəbləşdiniz, niyə belə qəzəbləndiniz ki, sən nəyi ilə müqayisə edirsən? Qardaşım, Chevrolet deyə bu. GM-dir bu. General Motors. 100 ildən çox yaşı var bunun. Yəni bu Moskvich, nə bilim, Jiguli deyil ki, mənə orada, o boyda türklər demişkən tepki göstərəsiz. Yəni Santa Fe 2015-2016 model 27-28 özünü cıra ən yaxşısı 30 mindir. Bu isə 2019 modelidir. 2019 modeli. Maşının böyüklüyünə baxın. Santa Fe-dən də böyüdür. Həmin o modeldən. Ortalama hardasa 22 min, 23 mindir bu maşının qiyməti. Amerika maşını deyə bu. Bu Bangladeşdə yığmırlar bunu. Cruze sizə normal problemlər yaradıb. Elə bilirsiniz ki, Chevrolet deyəndə ancaq Cruze olmalıdır. Yəni Cruze'un problemləri yadınıza düşür ki, Chevrolet ancaq Cruze'dur. Əksi, Cruze ümumiyyətlə istehsalını dayandırıb. Tardı, Cruze yoxdur. Yəni Chevrolet artıq bax belə maşınlar buraxır. Dözümlü, etibarlı, ümumiyyətlə illərlə buraxıb. Sadəcə indi Cruze idi da, indi Chevrolet'in bir səhvi idi. Mercedes'in də səhvi olub, BMW-nin də səhvi olub.